Sovet-Alman müharibəsi 83 il əvvəl məhz bu tarixdə 1941-ci il iyunun 22-sində başlanılıb. Həmin gün Alman qoşunları dövlət sərhədini pozaraq SSR-nin ərazisinə daxil olublar. Müharibənin başlaması ilə bağlı ilk məlumatı Stalinə Jukov telefon vasitəsilə verib. Xəbəri eşitdikdən sonra bir neçə dəqiqə telefon dəstəyində susan Stalinin ilk əmri siyasi büro üzvlərinin Kremlə toplaşması ilə bağlı olub. Müharibə zamanı hər iki tərəf olduqca böyük rəqəmlərlə əks olunan itki və dağıntılara məruz qalıb. Müharibə nəticəsində SSR-nin 1710 şəhər və qəsəbəsi, 70 min kəndi, 32 minə yaxın fabrik və zavodu, 65 min kilometr dəmir yol xətti, 10 minlərlə sosial obyekti dağıdılıb. Ümumilikdə Sovet İttifaqına 2,6 trilyon rubl ziyan dəyib və bununla da ölkə öz maddi sərvətlərinin 1/3-ni itirib. Müharibə ilə bağlı ən dəhşətli faktlardan biri də bu gündən müharibə şəraitində olan Ukrayna ilə bağlıdır. Almanlar Ukraynanın 334 yaşayış məntəqəsini sakinləri ilə birlikdə yandırıb. Digər dəhşətli bir fakt isə Leningradın 872 gün mühasirədə qalmasıdır. Mühasirə zamanı 800 mindən artıq insan azlıqdan və soyuqdan ölüb. Müharibədə 27 milyon Sovet vətəndaşı həlak olub. Bu gün Rusiyada bu rəqəmin 43 milyon olduğu iddia edilir. Müharibədə iştirak etmiş 2 milyon nəfərin taleyi isə bu günə qədər də məlum deyil. 4 il ərzində SSR-dən 120 min təyyarə, 90 min tank, 360 min top, 300 min minomyot istehsal olunub. Sovet-Alman müharibəsinin ən ağır döyüşlərindən biri də bütövlükdə 2-ci Dünya müharibəsinin gedişatını dəyişən Stalingrad uğruna gedən döyüşlər olub. 17 iyul 1942-ci ildə başlayan hərbi əməliyyatlar 2 fevral 1943-cü ilə qədər davam edib. Bu döyüşlərdə 470 min hərbiçi SSR tərəfdən, 300 min nəfər isə Almaniya tərəfdən həlak olub. 2-ci Dünya müharibəsi zamanı Alman qoşunları ümumilikdə itkilərinin 70%-ni SSR ərazisində veriblər. Ümumilikdə isə Almaniya tərəfdən 7 milyon nəfər müharibənin qurbanına çevrilib. 1945-ci ildə keçirilən hərbi əməliyyat öz miqyasının böyüklüyünə görə Ginnesin rekordlar kitabına düşüb. Həmin əməliyyatda hər iki tərəfdən 3,5 milyon döyüşçü, 52 min hərbi sursat, 7750 tank və 11 min təyyarə iştirak edib. Sovet-Alman müharibəsində SSR tərəfdən 700 mindən artıq qadın iştirak edib. Onlardan 80 mini zabit olub. Bu qadınlardan 84 nəfəri Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb. Zərurət yarananda müharibədə yetkinlik yaşına çatmayan uşaqlar da iştirak edib. Onlardan 5 nəfəri Sovet İttifaqı qəhrəmanı adını alıb. Müharibə illərində kütləvi informasiya vasitələri nümayəndələri də cəbhədə böyük fəallıq göstərərək peşə borclarını ləyaqətlə yerinə yetiriblər. Müharibə zamanı 1500 nəfər müxbir döyüş bölgələrində həlak olub. 17 iyul 1944-cü ildə Moskvada 57.600 nəfər Alman hərbi əsir gətirilib. Əsirlər Moskvanın mərkəzi küçələrindən marşla keçiblər. Cərgələrin önündə isə 20-dən artıq Alman generalı dayanıb. Müharibə dövrünün ən maraqlı faktlarından biri də Stalin imzaladığı Dövlət Müdafiə Komitəsinin 562 sayılı 22 avqust tarixli qərarıdır. Bu qərarla 1 sentyabr 1941-ci il tarixdən başlayaraq ön xəttdə olan ordu hissələrinin döyüşçüləri və komandir heyəti hər gün 100 qram miqdarında 40 dərəcəlik araqla təmin edilib. Təkcə 1942-ci ilin dekabr ayında 5 milyon 691 litr araq istifadə olunub. Sovet-Alman müharibəsi 1945-ci il mayın 8-də Berlinin Karlhorst qəsəbəsində yerləşən hərbi məktəbin yeməkxanasında Almaniyanın sözsüz və tam kapitulyasiyası ilə bağlı aktın imzalaması ilə başa çatıb. SSR tərəfdən akta marşal Jukov imza atıb. Akt Avropa vaxtı ilə 22:43-də imzalanıb. Moskva vaxtı isə artıq mayın 9-u saat 00:43 olub. Elə bu səbəbdən də qələbə günü məhz bu tarixdə elan edilib. Dövlət Müdafiə Komitəsinin qərarı ilə Moskvada Qırmızı meydanda qələbə paradı 24 iyun 1945-ci ildə keçirilib. Stalin şəxsi təşəbbüs və əmri ilə paradı marşal Jukov qəbul edib. Paradda komandanlıq isə marşal Konstantin Rokossovskiyə həvalə olunub.